Salam əzizləyicilər, hər birinizi xoş görürük. Azərbaycanın ilk internet televiziyası Kanal 3-ün efirində Siyasət Meydanını izləyirsiniz. Sizinlə mən Ruslan İzzətli. Bu dəfəki qonağım AMÜP Mərkəzi Şurasının üzvü politoloq Əli Orucovdur. Əli bəylə ölkədəki son siyasi prosesləri və AMÜP-in baxışlarını müzakirə edəcəyik. Xoş gördük Əli bəy. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Əli bəy, ölkədə son proseslər baş verir. Sovet hadisələr, yəni sosial aksiyalar daha çox görünür, tələbə hərəkatı və özəlliklə Azərbaycan xarici siyasətində seçim etməsi. Demək olar ki, bu keçən ilin ikinci yarısında, 2013-cün ikinci yarısında gündəmdə olan bir məsələdir. Ümumiyyətlə, bu sosial aksiyaları və Azərbaycanın regiondakı durumu bir politoloq olaraq və bir partiyanın idarəyyəti üzvü olaraq necə qiymətləndirirsiniz? Siz, dünyada bugün çox sürətli proseslər gedir və regionda da bu təsirli proseslərin və sürətli proseslərin axarı onu deməyə əsas verir ki, bu külək Azərbaycandan təsirsiz ötmür və ötüşməyəcək də. Amma məsələnin başqa tərəfləri də var. Məsələn, burada təkcə daxili narazılıqlar önəmli rol oynamır və sizin özünüz də bildiyiniz qədər burada həm də beynəlxalq faktor, maraqlı güclərin, dünya aktyorlarının baxışları da mühüm amil kəsb edir. Ona görə də Azərbaycanda gedən siyasi proseslərə iki prizmadan yanaşmaq məncə doğru olardı. Birinci daxili prizma, ikinci xarici yanaşması. Əvvəlki, yəni birinci baxışlarda diqqətə alsaq görərik ki, Azərbaycanda kifayət qədər narazılıq var. Yəni Azərbaycan hakimiyyətindən cana doymuş insanlar artıq bu etirazları açıq müstəvidə həyata keçirirlər. Və siz doğru buyurdunuz, Sovetskidə gedən proseslər, tələbə hərəkatı və bunun kimi gələcəkdə də buna oxşar hadisələrin baş verməsi gözləniləndir. Lakin bunlar çox pərakəndə və lokal xarakter daşıyır. Bu narazılıq əhatəsi geniş deyil. Və bunun da genişlənməsi üçün müəyyən şərtlər lazımdır ki, bu da hələ yetişməyib. Yəni birincisi, insanlar siyasi cəhətdən o qədər də maraqlı görünmürlər. Onların bu saat əsas marağı öz problemlərin həllidir, öz belə deyək ki, evinin içi düşündürür. Ona görə də siz özünüz də şahidsiniz, tutaq ki, hər yerdə narazılıq var, hər yerdə küsülər var, hər yerdə görürsünüz şikayətlər edilir. Amma bu fərdi şikayətlər ictimai narazılığa gətirib çıxarmır və ictimai hədəf qrupları kimi istiqamətlənmir. Və ona görə də istənilən bu kimi total ayrı-ayrılıqda olan narazılığı hökumət ya sakitləşdirir, ya boğa bilir, ya onları bu ya digər şəkildə aldadaraq belə deyək ki, əsas hədəflərdən yayındırır. Amma bunun üçün stimul olmalıdır və bunun üçün ölkədə müəyyən şərtlər olmalıdır. Yəni demokratik mühit olmalıdır və bu insanları bu mübarizəyə səsləyə biləcək auditoriya olmalıdır, tribun olmalıdır. Bunlar yoxdur. Amma qorxuducu hal odur ki, bu partlayış əgər kütləvi xarakter alarsa, bunun qarşısını almaq çətin olacaq. O ki, qaldı xarici faktora. Xarici faktor bugün əsas diqqət Ukrayna hadisələrinə yönəlib və bugün beynəlxalq ictimaiyyətin də mərkəzində Ukraynanın, Rusiyanın cəngindən çəkib çıxarmaqdır. Bildiyiniz kimi, Ukrayna, Rusiya ilə Avropa İttifaqı, eləcə də Amerikanın arasında gedən qarşı durmanın bir kilit nöqtəsidir. Və bu baxımdan da hər iki, belə deyək ki, super güclərin əsas hədəfi, əsas diqqəti ona yönəlib və bu çox şeyi həll edəcəkdir. Ukrayna məsələsi çox şeyin həlli deməkdir. Və ondan sonra da təbii ki, növbəti hədəflər var. Məsələn, Belarusya var, Rusiyanın özü var. Azərbaycanın özündə demokratləşmə prosesi ilə bağlı ciddi diqqət olacaqdır. Ya bunlar qaçılmazdır. Amma yaxşı olar ki, Azərbaycan hökuməti, Azərbaycan rəhbərliyi ölkədə və dünyada gedən prosesləri diqqətə alsın. Yəni hər şeyə seyirci nöqteyi nəzərlə, hər şeyə qulaq ardı, hər şeyi rüşvətlə, hər şeyi pulla örtməyə çalışmasın. Əli bəy, Ukrayna bugün beynəlxalq siyasətə baxsa iki qütb yaranır. Biri Avropa Birliyi və Qərb. Üçüncü qrup yeni bir siyasi termin deyək ki, Avrasiya İttifaqı. Ukrayna prosesi göstərir ki, Avropa və Qərb özəlliklə
Ukraynanın Avropaya getməsində iddialıdır və bunun üçün siyasi və mənəvi dəstəyi verir. Sabah dediniz, özünüz də dediniz ki, Azərbaycanı bu gözləyir. Belarusya, digər Ermənistan və s. digər ölkələri. Azərbaycanın seçimi nə olacaq sabah? Və Azərbaycanı Ukrayna gözləyə bilərmi? Yəni vətəndaş müharibəsi, qarşı durma, bu qədər təzyiqlər. Çünki Rusiyanın seçmədi, bilirsiniz, Krımla üzləşib bu gün Ukrayna, Krım müstəqilliyi məsələsi ortaya atılıb. Bir separatçı bir addım atır Rusiya orada. Sabah Azərbaycan qərbi seçərsə nə baş verə bilər? Qərbi seçməyib Rusiya, Avrasiya İttifaqı seçsə nə baş verə bilər? Və Azərbaycan hökuməti nə addım ata bilər? Həm bir politoloq kimi, həm bir partiya rəhbərinin təmsil olunan şəxs kimi nə məsləhət görərdiniz hökumətə sizcə? Bilirsiniz ki, Azərbaycan hələ indi konkret olaraq Avro inteqrasiyanı hədəf götürsə, öz üçün böyük problemlər yaradar. Yəni bunun üçün müəyyən zaman lazım. Doğrudur, bu mərhələli prosesdir. Yəni bugün Azərbaycan hakimiyyəti açıq şəkildə desin ki, biz NATO-ya gedirik və yaxud da Avropa İttifaqına üzv olmaq istəyirik, bu çox ciddi fəsadlar verə bilər. Bilirsiniz ki, Ukrayna böyük dövlətdir və Azərbaycanla sıx münasibətləri var. Və bugün Ukraynada proseslər tam durulmamış, Ukraynadakı o təhlükə savuşmamış, Azərbaycan belə bir addım atması yanlış olardı. Amma müqayisə edilsək, görərik ki, Ukrayna ilə Azərbaycan arasında böyük fərqlər var. Baxmayaraq ki, indi Rusiya çalışır ki, müəyyən təzyiq rısaqlarla Ukraynanı geri qaytarmağa çalışsın, bir qədər bu prosesi ləngitməyə çalışsın, amma bu mümkün deyil. O Krım məsələsi də ötüşüb keçəcək, çünki Rusiyanın özünün ötəlikləri var. Bir ikincisi də Ukrayna istər hərbi potensialına görə, istər insan resurslarına, sənaye və digər resurslarına görə Rusiyadan geri qalan ölkə deyil və nəzərə alsaq ki, bunun da arxasında Qərb dayanır, Amerika Birləşmiş Ştatları dayanır. Və belə olan halda Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətin davamı Rusiyanın özünə əleyhinə işləyəcək. Və yaxşı olardı ki, məsələn, mən hesab edirəm ki, Rusiyanın hakim dairələri Ukrayna ilə konflikt əvəzinə əməkdaşlığa getsin. Bundan daha çox fayda götürər, nəinki konfliktə getsin. Amma Azərbaycan Ukrayna ilə müqayisədə xırda ölkədir, balaca ölkədir və Rusiyanın burada təsir imkanları Ukraynada daha böyükdür. Çünki belə deyək də, burada onun təsir dairəsində olan hakimiyyət strukturları var, hakimiyyət orqanları var. Eyni zamanda etnik amil o qədər böyük deyil, çünki burada ruslar o qədər çox yaşamır. Yox, Azərbaycan etnik amildən istifadə edir. Bəli, başqa, şimal tərəfi götürsək, etnik amil məsələsi var, təxribatçılıq hərəkət edə bilər. Bəli, Azərbaycanda ciddi narazılıq var, bu məsələyə daha da təkan verə bilər. Eyni zamanda Dağlıq Qarabağ kimi bir problemimiz var, hər an bu məsələni alovlandıra bilər və təhlükə yəni Azərbaycan üçün böyükdür. Ona görə də mən hesab edirəm ki, doğrudur, biz də istəyirik ki, Azərbaycan Avropanın bir parçası olsun, Avropa dəyərlərinə sahiblənsin. Amma indiki məqamda Rusiyanı gözə almadan bu addımları qəti şəkildə, kəsin şəkildə atmaq Azərbaycanı çox pis vəziyyətdə qoya bilər. 2008-ci il Gürcüstan gözümüzün qabağındadır. Əlbəttə, biz prezident seçkilərini diqqət ayırsaq, rəhbərlik etdiniz, yəni rəhbərin təmsil olunduğunuz partiya prezident seçkilərində görünmədir. Ümumiyyətlə, belə bir fikir var cəmiyyətdə ki, AMİP Etil Məmmədov istefa verdikdən sonra AMP deyilən bir siyasi partiya ya məhv olmağa başladı və o qədər böyük bir nəhəng partiya çox kiçik bir duruma düşdü. Çünki biz tarixə də baxanda AMİP Azərbaycan istiqlaliyyəti üçün, azadlıq hərəkatı üçün 98 və 2003 prezident seçkilərində AMİP və onun lideri kifayət qədər tərəf edir. Bugün AMİP bir tərəf deyil. Bunun səbəbi nədir? Çünki ölkədə ciddi siyasi proseslər gedir. Özünüz izah edirsiniz, daxili məsələ, xarici məsələ. Niyə AMİP bu məsələlərdə görünmür? İcazə verin, mən o sizin fikrinizlə razılaşmayayım ki, AMİP proseslərdə görünmür və s. Milli İstiqlal Partiyası Azərbaycanda ilk siyasi partiyadır və ölkədə uzun illər totalitar rejim, yəni tək partiyalı sistemdən çox partiyalı sistemə keçin əsasını qoyub və bu həm də Azərbaycanda siyasi institutun fundamentin qoyulması deməkdir. Sadəcə olaraq, bəli, Etibar Məmmədovun partiyadan gedişi partiyada çox ciddi problemlər yaratdı. Partiyada təlatümlər baş verdi, müəyyən insanlar hətta öz yolundan çıxdılar və s. Bu təbiidir, çünki Azərbaycanda
bütün partiyalar xarizmatik liderin ətrafında toplaşıbdır. Və Etibar Məmmədov da tək-tək Azərbaycan siyasətçiləri arasında xarizmatik liderdir. Ona görə də onun gedişi partiyada çox ciddi bir boşluq yaratdı. Amma bir şey də nəzərə almaq lazımdır ki, yeni nəslin, yeni siyasi nəslin, yeni siyasi liderlərin yetişməsinə də ehtiyac var idi. Yəni bu həm biz hökuməti istefaya səsləyirik və hər zaman da deyirik ki, filan nazir filan il, filan qədər postda oturub, amma onu deyən adamlar da bir öz istefa mədəniyyətini nümayiş etdirməlidirlər. Və bu baxımdan da Azərbaycanda novator parti olaraq Etibar Məmmədov bu addımı ilə həm də Azərbaycanda bir istefa mədəniyyətinin əsasını qoydu. Doğrudur, yeni rəhbərlikdə təmsil olunan gənclərin müəyyən qədər təcrübəsi, müəyyən qədər belə deyək ki, o xarizmasında problemlər var, cəmiyyətdə özlərini təqdim edilməsində problemlər var. Bu ayrı mövzudur. Amma etiraf etmək lazımdır ki, bugün Azərbaycan Milli İstiqlal Partiyası ölkənin aparıcı siyasi təşkilatlarından biridir. Və bugün Azərbaycan Milli İstiqlal Partiyasının yerli strukturları var. Və həmin strukturlar istənilən an hazırlıq vəziyyətinə gətirilməsi mümkün olur. Və bir faktı deyim ki, bu referendum keçiriləndə, sonuncu referendum, xatırlayırsınızsa bir neçə partiya Qarabağ bloku yaratdı və ilaxır, daha doğrusu təşəbbüs qrupları yaratdılar. Milli İstiqlal Partiyası tək başına təşəbbüs qrupu yaradaraq 60 ərazi vahiddən, seçki dairəsindən belə deyək ki, 52 mindən çox imza topladı 15-20 gün ərzində. Yəni bunun özü partiyanın gücünü nümayiş etdirir. Sadəcə olaraq bizim bir çatışmayan cəhətimiz də partiyanın mətbuat orqanının olmaması və partiya funksionerlərinin mətbuatda az-az görünməsidir. Və bu da səhv olaraq cəmiyyətdə belə bir görüntü yaradır ki, Milli İstiqlal Partiyası siyasi proseslərdə zəifdir. Siyasi proseslərdə olmağın iki cür yolu var. Biri var, şou göstərəsən, yəni ona bunu hücum eləyəsən, yaxud da intriqa. Bu, belə deyək, gündəmdə qalmaq yolu deyil. Biri də var, iş görəsən və lazım olanda da o işin nəticəsi, bəhrəsi olar. Bunlar ayrı-ayrı şeylərdir. Məhz Milli İstiqlal Partiyası siyasi şou göstərmir. Ona görə də bu cür təəssürat yaranır. Yusif Bağırzadə, AM Partiyasının sədri, bir sədr olaraq partiyanın inkişafına və tanıdılmasına öz töhfəsini verə bilirmi? Siz Milli İstiqlal Partiyasında... Yəni, üzr istəyirəm. Yəni, şərq niyə mən sədrlərin üzərində konkret dayandım? Çünki özünüz də dediniz ki, ümumiyyətlə, şərq siyasəti bu cürdür. Partiyalar ideoloji ilə gücləndiyi qədər ən çox liderə görə insanlar gəlir. Məsəl üçün, biz Liberal Partiyada bunu gördük. Lara Şüşət getdi. Demək ki, o partiya bir dənə Əvəz Teymurxanın cəmiyyəti tanınır. Partiya görünmədi. Bugün Musavat Qurulta getsə, mən inanıram, yenə də o tarixi yaşayacaq. Etimur Məmmədovdan sonra indi görünə bilər AMP. Mən demirəm, AMP yoxdur. Bəyanatları var, mövqeyi var. Amma mən 98-2003, yəni Etimur Məmmədovun liderliyinə qədər olan AMP-ə baxıram. İndiki AMP-ə baxıram, çox zəif görünür. Burada məncə bir sədrin problemləri var. Yusif Bağırzadənin, ona görə mən adını çəkdim. Sədr öz səlahiyyətlərini və fəaliyyətini bir sədr olaraq yerinə yetirməkdə bir problem varmı? Çünki təqdim edə bilmir cəmiyyət. Bilirsiniz, mənim Yusif bəyə də hörmətim var. Amma Etibar Məmmədovla Yusif Bağırzadəni müqayisə eləmək mən doğru hesab eləməzdim. Çünki Etibar Məmmədov dünyada tanınmış siyasətçidir. Bugün Etibar Məmmədov dünyanın 80-dən çox partiyasını özündə birləşdirən, yəni 69 ölkəsinin 80 partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqın sədr müavinidir. Etibar Məmmədov Milli Azadlıq Hərəkatından çıxmış bir şəxsdir, bir liderdir. Və ona görə də təcrübə baxımından da, liderlik keyfiyyətləri baxımından da və digər o kriteriyalarla da bunlar, yəni Etibar Məmmədov nəinki Yusif Bağırzadə, digər siyasilərlə də, Azərbaycan siyasətində olan digər siyasilərlə də müqayisə olma dərəcədə üstün keyfiyyətlərə malikdir. Amma bir məsələ var ki, Milli İstiqlal Partiyasında hər şey sədrin üzərində deyil. Yəni, partiya kollegial şəkildə idarə olunur. Qərarlar kollegial şəkildə verilir. Ona görə də, məsələn, bugün partiyanın sədri müstəqil şəkildə hər hansı bir qərar vermək səlahiyyətində deyil. O partiyanı təmsil edir, partiyanın adından danışır, bunlar ayrı şeydir. Amma mühüm qərarların verilməsi partiyanın kollegial qurumu olan siyasi şuranın ixtiyarındadır. Və ona görə də ola bilsin ki, Yusuf müəllim müəyyən o dediyiniz kimi nəyisə verə bilmək isə
kənardan görünməsi bir qədər fərqli olar, amma Yusuf müəllim də çalışır ki, partiya güclənsin, partiyanın fəaliyyəti genişlənsin. İndi nəyə gücü çatır onu edir. Bəy, mətbuatdan əvvəllər oxuduq ki, Əli Orucovla Yusuf Bağırzadə arasında problemlər var, konfliktlər var. Və aldığım informasiyaya görə siz partiya mərkəz qərargahında olmursunuz və Etir Məmmədovla bir yerdə çalışırsınız. Mətbuatda yazılan konfliktlər həqiqətən doğrudurmu ki, siz mərkəzi qərargaha getmirsiniz və mərkəzi şuranın üzvü olaraq mərkəzi qərargahda oturmursunuz, liderin yanında oturursunuz. Bu, Əli Orucovla Yusuf Bağırzadə arasında olan bir problemdirmi? Mənim heç partiya üzvləri arasında heç bir konfliktim yoxdur. Xüsusən də partiyanın sədri ilə bağlı. Partiyanın sədrinə mənim hörmətim var, bu şəxsiyyətinə bir partiyanın sədri kimi, bir vətəndaş kimi. Yəni, Yusuf Bağırzadə bir Azərbaycan, bir şəxs olaraq da pis insan deyil. Mənim onun haqqında mənfi fikirlərim də yoxdur. Sadəcə olaraq o vaxtı aramızda müəyyən məsələlərlə bağlı fikir ayrılıqları var idi. Ona görə də bu fikir ayrılığı olan yerdə də təbii ki, bir qədər söz-söhbət olur. Və demokratiyanın da prinsiplər ondan ibarətdir ki, istənilən bir şəxs partiya funksioneri olmasa belə, öz fikirlərini, öz tənqidi fikirlərini hətta açıq şəkildə deyə bilir. Ya bu partiya demokratik təməl üzərində qurulmuş partiyadır və hər kəs də öz mövqeyini açıq şəkildə bildirir. Ona görə də mənim partiya üzvlərinin hamısından dostluq münasibətim var. Onların hamısından uzun illərdir 92-dən üzv bəri çiyin-çiyinə gəlmişik, mübarizə yolu keçmişik. Doğrudur, Yusuf Bağırzadə partiyamıza gec gəlibdi, amma gec gəlməyinə baxmayaraq partiya və Yusuf Bağırzadə arasında münasibətlər yüksək səviyyədədir, yəni bunu deyim. İndi ola bilər müəyyən narazılıq da ola bilər, fəaliyyətdə müəyyən tənqidi fikirlər də ola bilər. Bu normaldır. O ki, qaldı mənim Etibar Məmmədovla bağlı çalışmamağıma, yəni bir yerdə. Etibar Məmmədov şəxsi ofisi var. Mən də bildiyiniz kimi Millət qəzetinin baş redaktoruyam və elə yeri gəlmişkən bir daha təşəkkür edirəm ki, öz ofisində Millət qəzetinin, Millət saytının fəaliyyət göstərməsi üçün şərait yaradıbdır və mən bu işlə məşğulam. Mərkəzi Şuranın da özü kimi nə vaxt hər hansı bir tədbir olur, dəvət edirlərsə iştirak edirəm, fikrimi səsləndirirəm. Yəni, heç bir konflikt, heç bir narazılıq yoxdur. Olan şeylər də belə deyək ki, üstündən külək əsdi. Hər şey normal qaydaya yönəldi. Əli bəy, mətbuatda oxuduq. Etir Məmmədovun oğlu Ampin Gənclər Təşkilatının sədri gəldi. Və demək olar ki, bir skandalla gəldi. Etir Məmmədovun oğlunun maşın şəkilləri yayıldı, xarici səfərlər və s. Bunlara varmırıq. Nə qədər real və qeyri-real olduğu sonra mətbuatda özü tərəfindən təksib olundu ki, və göründü ki, yalandır, bir qara PR kimlərsə aparmaq istəməyək. Ayxan bəy, Etir Məmmədov bir növ bir siyasi davamçısı, bir varis yetişdirirmi özünə? Yəni, bir partiyanın əsas qollarının birinin lideridir. Partiyada əsas partiya sədrinə yanaşı əsas qol qadınlar və Gənclər Təşkilatı ki, partiyanın əsas aparıcı avangard qüvvəsidir. Bunun sədr Etir bəyin oğlunun gəlməsi bir siyasi varis yetişdirirmi özünə? Ayxan bəy partiya təzə gəlmədi. Ayxan bəy uşaqlıq vaxtından partiyada olub, partiyanın bütün tədbirlərində balaca vaxtından iştirak edib. O vəzifəyə gələnə qədər də partiyada sıravi üzv olubdur. Onun ardınca Gənclər Təşkilatının sədr müavini olub və sonra Gənclər Təşkilatının sədri seçib. Yəni, bütün bu etapları pillə-pillə Ayxan bəy keçib. Yəni, o, belə də ki, Etibar bəyə görə ta ki, Gənclər Təşkilatının sədri vəzifəsi ona həvalə olunmayıb. O, bu prosesləri keçib gəlibdir. Təbii ki, Etibar Məmmədov kimi bir siyasətçinin yanında böyüyən, yetişən bir insanın potensialından bəhrələnməmək mümkün deyil. Ayxan bəy savadlı və təcrübəli gəncdir, çalışqan gəncdir, bir neçə dil bilir və onun bu imkanlarına yararlanmaq lazım. Nəinki Ayxan bəy, ümumiyyətlə Ayxan bəy kimi potensial gənclərimiz nə qədər siyasi proseslərdə çox olsa, siyasi təşkilatlarda çox olsa, onun daha çox faydası olar. Çünki gənclər daha enerji olurlar, gənclər daha belə deyək ki, təşəbbüskar olurlar, daha mübariz olurlar. Bu baxımdan da hesab edirəm ki,
bu kimi gənclərin siyasi proseslərdə iştirakı, siyasi partiyalarda iştirakı müsbət qarşılanmalıdır. Və təbii ki, bir əsgər ki, general olmaq istəmirsə, deməli o yaxşı əsgər deyil. Hər bir kəsin daxilində bir iddia var və buna da təbii yanaşmaq lazımdır. Və bu, tutaq ki, Ayxan bəy də ola bilər, bu başqası da ola bilər. Yəni bu iddia hər kəsdə ola bilər. Amma bayaq o maşınlı, o da təcrübədə olan vaxtı, bilirsiniz ki, bizim Milli İstiqlal Partiyasının beynəlxalq belə də ki, əlaqələri genişdir. Partiyamız həm də sağ mərkəzçi qüvvələrin gənclər təşkilatlarında sıx münasibətləri. Bu tədbirlərdə çəkilən şəkildir və ya yarmarkalarda çəkilən şəkildir. Yəni bunun həqiqətən də bəli, çox sadə həyat tərzi var. Ona görə üzərinə getmədik məsələnin. Əli bəy, sosial şəbəkədə bir çox səhifələr gördük. Əvvəllər daha çox aktiv idi və diqqətimi cəlb edirdi. Etir Məmmədov siyasətə qayıtsın, bu cür səhifələr tərəfdaşlar tərəfindən yazılırdı və s. Etir Məmmədovun nə istefa verdiyini zamanla bildik. Yeni simaların gəlməsi və s. və s. Buna varmayaq keçmişə. Sabah Etir Məmmədovun siyasətə qayıtması, am sədr kimi yox, başqa bir formatda siyasətə qayıdıb, tərəfdaşların və onun sevənləri bir toparlama fikri varmı? Yoxsa Etir Məmmədov bir dəfəlik siyasətdən çəkilib və bu iddiasında da qətirdir və qərarlıdır? Etibar Məmmədov siyasətdən çəkilib iddiasıyla mən tam razı deyiləm. Bir gün Azərbaycanın istənilən şəxsini dindirsəniz, siyasiləşib. Yəni, bir ikincisi də Etibar Məmmədov kimi bir təcrübəli siyasətçi siyasi iddialarından əl çəkməsi də bu real deyil. Təbii ki, Etibar Məmmədovun təcrübəsindən bəhrələnmək lazımdır. Etibar Məmmədovun enerjisindən, onun belə deyək ki, siyasi fəaliyyətindən bəhrələnmək lazımdır. Və dəfələrlə də biz özümüz məclislərdə olanda, ictimai yerlərdə olanda ilk sual ondan ibarət olub ki, Etibar Məmmədov nə vaxt siyasi proseslərdə görünəcək, fəal surətdə, nə vaxt Etibar Məmmədov yenə əvvəlki kimi xalqı meydanlarda səsləyəcək, salamlayacaq, mübarizəyə səsləyəcək və axır və s. kimi bu iddialar, bu fikirlər, bu istəklər, arzular var. Və seçkilərdə də açığı çox təkliflər var idi, çox insanlar istəyirdi Etibar Məmmədov seçkilərdə namizədliyini versin və onu prezident görmək istəyən insanların da sayı kifayət qədərdir. Amma mən hesab edirəm ki, Etibar Məmmədov həqiqətən də zaman olacaq ki, xalq ona müraciət edəcək. Etibar Məmmədov belə deyək ki, bugün Azərbaycan xalqının düşdüyü bu ağır durumdan çıxara biləcək yeganə şəxs kimi görürəm. Ona görə də yaxın zamanlarda bu böyük bir prosesin, böyük bir qayıdışın şahidi olacağımıza inanıram. Əlbəttə, bu il və gələn il ölkəmiz üçün çox önəmli bir ildir. Həqiqətən də yeni bir siyasi proseslər baş verir və medianı və gündəmi izlədikdə baxırıq ki, gündəm tez-tez dəyişir. Sovetskidə insanların etirazçılar üçün bir tramplin rol oynayır həmişə siyasi insanlar üçün. AMIP bu il bələdiyyə seçkilərində iştirakı, ümumiyyətlə AMIP-in siyasi hədəfləri nədir? 2015 və 2014 üçün. Partiya ölkədə dəyişiklikləri həmişə demokratik proseslərdə görür. Yəni bunun da əsas təməli seçkilərdir təbii ki. Yeganə partiyadır ki, seçki təcrübəsi bizdə daha çoxdur. Yəni, bütün seçkilərdə iştirak eləmişik və böyük də uğurlara imza atmışıq. Ona görə də bu seçkilərdə də məncə AMIP-in iştirakı mümkün olacaq. Hər halda yenə də deyirəm ki, partiyada qərarlar kollegial şəkildə verilir. Amma məsələ ondan ibarətdir ki, ilk növbədə bütün müxalifət partiyaları çalışmalıdırlar ki, ölkədə seçki mühiti yaradılsın və seçki qanunvericiliyi təhkimləşdirilsin, ədalətli bir formaya salınsın. Bildiyiniz kimi, bugün ölkə qanunvericiliyində, yəni mərkəz seçkiləri ümumiyyətlə hakimiyyət tam nəzarət altında keçirir və idarə olunan bir halda keçirir. Ona görə də seçkilərdə hansı formatda, necə iştirakdan asılı olmayaraq səs vermənin nəticələri total şəkildə saxtalaşdırılır. Ona görə də birinci hədəf bu olmalıdır. İkincisi də partiya bildiyiniz kimi bir neçə partiyanın da iştirakı ilə demokratik bir belə deyək blokda birləşir. Məşvərət Məclisi. Məşvərət Məclisidir. Bu qurumun adı və
bunların bir yerdə iştirakı nəzərdə tutulur. Mən hesab edirəm ki, ümumiyyətlə müxalifət partiyaları çalışıb bu seçkilərdə hamısı birlikdə iştirak eləməli. Çünki bələdiyyə seçkiləri parlament seçkilərindən fərqlənir. Yəni tutaq ki, bir bələdiyyədə 10-15 yer olur, bələdiyyə üzvünə namizəd, yəni üzvü olur. Və burada belə deyək ki, bir yer uğrunda bir neçə partiya mübarizə aparmır. Hər partiyanın burada özünün namizədi olur və birləşib bütün o namizədlərə dəstək verə bilər. Ona görə də bələdiyyə seçkiləri gələcək parlament seçkilərində bir tramplin rol oynamalıdır. Və xarici ölkələrdə də əsasən bələdiyyələr seçkilərin bir sınaq dövrü hesab olunur. Və yaxın Türkiyədə siz görürsünüz ki, hakimiyyətə gəlməyin birinci pilləsi bələdiyyələrdən keçir. Doğrudur, Azərbaycanda bələdiyyələrin funksiyaları demək olar ki, sıfır dərəcəsindədir. İcra qurumlarının asılı bir vəziyyətə salınıb, nüfuzdan düşmüş bir qurumdur. Siz təsəvvür edin ki, bələdiyyə nüfuzlarının hökmü, bələdiyyə nüfuzlarının nüfuzu yerlərdə yekun nüfuzu qədər deyil. Yəni, belə olan halda bələdiyyə seçkilərində insanları cəlb eləmək, həvəsləndirmək çətin olacaq. Amma bir reallıq da var ki, gec-tez Azərbaycan Avropanın sivil ölkələrin daxili quruluşdan, yəni o idarəsi sistemlərində olduğu kimi burada da bələdiyyələrin geniş səlahiyyətləri və nüfuzu olacaqdır. Bu baxımdan da hesab edirəm ki, bu qurumda müxalifət partiyaları birlikdə iştirak eləsə uğur qazanacaq. Əks təqdirdə yenə də əvvəlki uğursuzluq zolağından çıxa bilməyəcəklər. Milli Şura yaradıldı keçən ilin ikinci yarısı demək olar ki, aktivlik başladı. Seçkilərə Cəmil Həsənli namizəd ilə getdi və bu günlərdə mətbuatda oxuyuruq ki, Milli Şura yenidən təşkilatlarına və qurumlar yaradılır və digərlərinin də gəlməsi sədrin dediyinə görə, Milli Şuranın sədrin dediyinə görə qaçılmazdır. Ümumiyyətlə, Milli Şuraya qoşulmaq, orada fəaliyyət göstərmək üçün həm lider olaraq Ehtər Məmmədova, həm də partiya olaraq sizə bu təkliflər gəlibmi? Yox, belə təkliflərin gəlməsindən mən məlumatsızam. Amma Milli Şura artıq belə deyək ki, Milli İstiqlal Partiyası üçün bu cür təşəbbüslər olunsa da belə artıq bunun üçün qapanıb bu mövzu. Bir ikincisi də Milli Şuranın təzədən özünü bərpa eləməsi, yenidən gündəmə çıxması və yenidən güc mərkəzi olması da real deyil. Yəni, bunu açıq danışmaq lazımdır. Ona görə də mən dəfələrlə bildirmişəm, bir daha da sizin bu yaratdığınız bu imkandan istifadə edək demək istəyərdim ki, müxalifət partiyaları daha mükəmməl, daha geniş bir birliyin yaradılması istiqamətində təşəbbüsləri artırmalıdır. Yəni, tutaq ki, bugün belə götürək, Azərbaycan müxalifətində iki qütb var. Biri Milli Şuradır, biri Demokratik Qüvvələr Birliyidir. Yəni, bunlar ayrı-ayrılıqda seçki prosesinə getməsini mən düzgün saymıram. Ona görə də daha mükəmməl bir qurumun yaranmasına ehtiyac var. Bu baxımdan da məncə... Bu qurumu yaratmaq üçün hansı bir təklifləriniz və fəaliyyətiniz varmı bir partiya olaraq? Yəni, daha müxalifətin bir çatır altında birləşib və... Biz hələ Milli Şura yaranmamışdan qabaq müəyyən danışıqlar var idi. O vaxt təkliflər olanda biz də öz fikirlərimizi bildirmişdik və çox təəssüflər olsun ki, o fikirlərimizi nəzərə alan olmadı. Və nəticəsi də gördüyünüz hansı vəziyyətə gəldi, çıxdı. Yəni, burada söhbət çox təəssüflər olsun ki, bəzi dostlarımız güzəşti məğlubiyyət kimi qəbul edirlər. Və yaxud da özlərinə o qədər vurğundurlar ki, digər siyasi qüvvələrin potensialını nəzərə almırlar. Və bu müxalifət düşərgəsini də insarda saxlamağa çalışırlar və bu imkan vermir ki, səmimi əməkdaşlıq olsun. Bu imkan vermir ki, müxalifət partiyaları bir yerdə olsunlar, bir yerdə mübarizə aparsınlar. Ona görə də mən hesab edirəm ki, ilk növbədə müxalifət partiyalarının bir-birinə güvənci olmalıdır. Müxalifət partiyalarının bir-birinə inamı olmalıdır və bir-birlərinə böyüklük, kiçiklik yanaşması olmamalıdır. Və insarçılıq da olmamalıdır. Və bugün açıq deyək ki, hansı insarçılıqdan danışa bilərik, hamısının vəziyyəti bir-birindən acınacaqlıdır. Əli bəy, Milli İstiqlal Partiyası Azərbaycanda milli düşüncəli bir partiya kimi tanınır və qəbul edilir. Son dönəmlər Azərbaycan mətbuatının gündəmin bir məsələ zəbt edib. Azərbaycan Milli Məclisində
Nurçu deyilən bir dini cərəyanın təmsilçilərinin olması, bir çox millət vəkillərinin adının hallandırılması, biz onun adını çəkmirik çünki fakt yoxdur əlimizdə. Ümumiyyətlə necə qiymətləndirirsiniz? Azərbaycanda həm Nurçu deyilən bir dini cərəyan, həm Vahabi deyilən bir dini cərəyan, həm İrandan bura kifayət qədər dini təsirlərin olması, bu qədər dini cərəyanların toqquşduğu bir məkanda Azərbaycan din siyasətinə necə olmalıdır? Ümumiyyətlə bu məsələləri öncə bir parlamentdə Nurçu olmasını necə qiymətləndirirsiniz və bu prosesdən çıxış üçün Azərbaycan din siyasəti necə olmalıdır? Ümumiyyətlə Azərbaycanda bu gün bax sadaladığınız bu problemlərin yaranmasının əsas günahkar hakimiyyətin özüdür. Eyni zamanda Azərbaycanda marağı olan beynəlxalq güclərdir. Nə mənada? Azərbaycanda zaman-zaman siyasi üsulları sıxışdırılma, sıradan çıxartma siyasət yürüdüldü. Və bu boşluq təbii ki, hansısa bir qüvvə tərəfindən doldurulmalı idi. İkinci bir məqam da Azərbaycan xalqının, insanların ümumiyyətlə belə də ki, sivil qaydada hüquqlarını əldə edə bilmədikdə, təbii ki, o insanın daxilində bir radikallaşma baş qaldırır. Və bir deyim də var, vicdan susanda, vicdanlar susanda, insanlar susanda silahlar işləyir. İndi həmin prosesə, təhlükəli prosesə gəlib çıxmışıq. Və bu boşluq çox sürətlə bu dini qruplaşmalar tərəfindən doldurulur və çox təəssüflər olsun ki, hətta bu qruplaşmaların arxasında Azərbaycanın məmurları dayanır. Bəzən də göz yumurlar. Nurçular deyilir, Nurçular uzun müddət Azərbaycanda fəaliyyət göstərir. Buna dəstək də verirdilər. Və onların məktəbləri var, onların əllərində media orqanları var, onların əllərində iqtisadi maliyyə resursları var, məmurlar var və ilaxır və s. Və özünüz də gördüyünüz kimi, Türkiyədə hansı proseslər yaşanır. Heç kim zəmanət verə bilməz ki, sabah Azərbaycanda da o şeylər baş verməsin. Amma digər dini qruplaşmalarla müqayisədə, tutaq ki, radikal vahabilərlə, tutaq ki, İran yönlü İslamçılarla müqayisədə Nurçular o qədər böyük təhlükə törətmirlər. Daha radikal deyirlər. Bəli, daha radikal deyirlər. Amma radikalizmin güclənməsi çox böyük təhlükə yaradır. Və siz təsəvvür eləyin, bugün o radikal qüvvələr Suriyada bir-birlər qarşı vuruşursa, o Suriyada bu problem də bitəcək. Və o həmişə döyüşən, əlində silah gəzdirən insanlar, yəni vuruşmaqdan başqa əlində bir şey olmayan insanlar hara gedəcək? Azərbaycana gələcək və bu da təbii ki, ölkəmizin təhlükəsi üçün təhdiddir. Bunu düşünmək lazım idi. Ona görə də Azərbaycan hökuməti özünün də marağı olmalı ki, Azərbaycanda siyasi üsullar olsun. Azərbaycanda vətəndaş hüquqları qorunsun. Demokratik bir cəmiyyət yaransın. Bax, niyə insanlar özünü yandırır? Çünki Azərbaycanda icra strukturları insanların haqlı şikayətini eşitmir. Qanunverici strukturlar ancaq hökumətin, mafiyanın, belə deyək ki, oliqarxların, məmurların maraqlarını güddən qərarlar qəbul edir. Məhkəmələr, rüşvət, korrupsiya, polisdə öz başına alıq. Bu insanlar hara müraciət eləməlidir? Hər yerdən ümidi tükənir. Azərbaycanda siyasi institutların da hakimiyyətə təsir eləmə imkanı yoxdur. Ona görə də əlac qalır. Ya özünü yandırır, ya da əlinə silah alır və bu cür xoşa gəlməz hadisələr baş verir. Və açıq deyim ki, bu proseslərin davamı bizim gələcəyimizə böyük zərbə olacaqdır. Və eyni zamanda bu hadisələr bir dərs olmalıdır. Və siz özünüz Sovet hadisələrini bayaq da vurğuladınız. Görürsünüz, insanlarda bir radikallaşma hissi var idi. Biraz da həmin o narazı gücdən üstünə gedilsəydi, onun nəticələri çox ağır ola bilərdi. Təşəkkür edirəm bəy, dəvətimizi qəbul edib gəldiniz. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Əziz izləyicilər, Azərbaycanın ilk internet televiziyası Kanal 3-ün efirində siyasət medianı izlədiniz. Qonağım Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü politoloq Əli Orcov idi. Sizinlə isə mən Ruslan İzzətli. Fərqli fikirləşmək istəsə siyasət medianı izləyin. Sağ olun, gələn görüşlərə qədər.